Salam, xoş gördük sizləri. Həyatımdan belə gözəl güllər yığmışam. Bugün oktyabr ayının 28'idir. Mənim doğum günümdür, ad günümdür. Həmişə bu gülləri hamının doğum günündə hədiyyə edirəm. Bugün isə özüm üçün yığmışam bu gülləri. Ağ qoxulu qızıl gülüm. Peyğəmbərimizin sevdiyi qızıl gül. Peyğəmbərimiz həmişə deyirmiş ki, ağ qızıl gül ona görə sevirmiş ki, cənnətin ətri var deyirmiş ağ qızıl güldə. Bax, bu qızıl gül ətirlidir. Bu aslan ağzıdır. Yay boyu açır. Hər rəngi var. Qırmızı rəngi var. Bir neçə rəngi mövcuddur həyatımızda. Demək, bu buradan bax tumurcuqlarla açır. Belə. Çox gözəl bir güldür. Maraqlıdır. Aslan ağzı da ona görə deyirlər ki, bax burada bu ağzı bax belə açılır. Aslan ağzı. Belə. Bu kadifə çiçəyidir. Bunun mən yağını hazırlamışdım. Müalicəvi effektə malikdir və qurudub çayını içirsən. Qanı təmizləyir, şəkərə xeyirdir. Bu abutulondur. Tık-tık xanım nağılında Tık-tık xanıma demək bu gülün motivindən yubka düzəldiblər. Bax, bundan götürüblər onun yubkasının motivini. Adı abutulondur. Tövsiyə edici bir bitkidir. Düz qar yağana kimi açır. Belə bir. Bunu da göstərdim. Belə. Çoxlu tumurcuqları olur. Bir dəfə məkirsən ömürlük elə hər il çiçək açır. Çox qəşəngdir, hamı bəyənir. Nəvələrim də bəyənir bunu. Tık-tık xanımın yubkasının motivi. Sonra burada qızıl güllər var. Bir neçə növdür. Bir başqa növdür. Bu bir başqadır. Güllərim çoxdur. Yəni burada əsas fikrim nədir? Burada biber yığmağa gəlmişəm. Qırmızı biber yetişdirmişəm. Bax, burada biberlər də qırmızı. Doğal, dərmansız. Heç bir dərmandan istifadə etməmişəm. Bu mənim cehiz qayçımdır. 35 ilin qayçısıdır. Şimdi bundan gedib biberlərimi yığacağım buradan. Burada bir palıd ağacım var. Bunu göstərdim sizə. Bu da müalicəvi effektə malikdir. Necə? Bunun yarpaqlarından və yaxud belə qabıqlarından dəmləyirsən, qarqar edirsən damağa, çox xeyirlidir. Sonra ayaqlarda göbələk xəstəliyi olanda bunu qaynadırsan, ayaqları ondan vanna eləyirlər, göbələk keçib gedir. Müalicəvi effektə malikdir. Demək, yemişler var. Talacadı yığdım, büyümüştüler. Çok da şey dadılır. Qəribə bir sortdur. Böyle bir yemiş değil. Sonra burada çığındırlar bitibdi. Toxum səkmişdim. Bu da müalicəvidir.
Çok güzel fikrim. Bunu buradan kəsirəm həmişə. Döyüğə pişirəndə, qovurma eləyəndə istifadə edirəm. Yine burada bizdə başqa nə var? Göstərdim. Cəmbə sortu var, Gürcüstanın tikansızdır. Bak bu moruq sortudur. Çok qəşəng moruq olur. Çok fasiyon varındı. Kekotumdur. Masazır kekotusu. Həmişə birləşmişik deyirlər ki, Naxçıvan kekotusu, nə bilim, hər yerin kekotusu olur. Məsələn, biz Göyçə mahalındanıq. Göyçə mahalında kekota qədər gözəl olurdu ki, müalicəvi. Bax, bunu alıb əkmişəm. Və belə buradan qırıram. Aparıb çay, qurudub çay dəmli. Elə gözəl ətri var ki. Bu kekot. Nane cövhəridir. Mento piperitadır. Japonların dünyaya migreni dərmanı kimi satdığı, bax, dərman hazırlayırlar, migreni dərman dünyaya satılır. Bax, bunu bu bitkidən hazırlayırlar. Mən onu yeməkdə istifadə edirəm, yığıram, quruduram, çaylarımızda istifadə edirəm qış boyu. Biz heç vaxt qrip olmuruq. Nə nəvələrim, nə özümüz heç vaxt qrip olmuruq. Bu bitkinin sayəsində. Mento piperita. Elmi adı elədir. Belə götürənə nainə cövhəri də deyirlər. Ama nainə deyil də, nainə fərqli. Eyni sülalədəndir. Ancaq nainə deyil. Gidək biberlərimizi yapalım. Biberlərimizdir. Çox qəşəng sort. Görsədim, görünüqü də qəşəng böyükdür. Böyük sortdur. Nerede qırdım? Öz yetiştirdiğim biberdir. Bazardan da alabilir, ancaq dərmansızdır. Bilirsən ki, özün yetiştiribsən. Bunun qiyməti misli yoxdur. Burada çoxlu biberlərim var. Bunu da yığım. İçindən kesin. Bir əllə çətindir video çəkmək. Onu da yığım. Burada məndə nə gülü var? İndi açırdı. Əslində yayda açır bunlar. Başaq deyirlər, qızılbaş. Bunu da yığın. Belə qopartmaq olar. Bu da səbətimizə getsin. Sonra burada Meksika petuniyası var. Abizə gülü deyirlər, yəni listur kimi. O belə böyüyür. Çevirdə əkmişəm. Sonra bu fınıq ağacımız var. Yeni əkmişəm. İnşallah gələni gətirir.
sarı sarı. Çok güzel rengi var. Burada böyle bir gülüm var. Demek bunun adına Musa'nın beşiği deyirlər. Bak görürsünüz burada beşikdir. İçinden gül açır burada. Hə, adı Musa'nın beşiğidir. Bak bu beşikdir. İçinden gül açır. Buradan açır. Sonra burada reyhanlarım var. Təzə yığmışam. Vallahi silitra dərmansızdır. Bəs eləyir. Bu da ağ rəngidir. Yeməklərdə istifadə eləyirəm. Belə bunun özü misli yoxdur, qiyməti yoxdur. Vallahi mənim üçün çox dəyərlidir. Özüm həyətdən yığdığım bitkilərdir. Özüm yetişdirmişəm. Sadəcə təzə yığmışam. Başını belə bitirəm, təzədən bitir. Nanələrimdir. Aydın Ahmet. Bunlar bitmişəm təzəlik üçün. Yığmışam bölümündən. Varımda evdə. Sonra burada bir aloe veram var. Yeyilən növdür. Aloe vera. Buradan kəsirik. Qalındır. Bu yeyilir. İçində jelesi var. Uşaqlar da çox xoşdur. Mən özüm də xoşuma gəlir. Yığırıq, yeyirik bunu. Kəsirik. O bu hissədə. Yəni artımlıdır. Gül kəlləmi gülündür. Sümbüllərim. Bugün güllərimiz o kadar aktif değil. Böyle. Bugün bu kadar yarpaqda olması eləyirəm. Onlardan istifadə edəcəm bunlardan. Yarpaq olmasında. Yarpaqları da öz üzümlərimizdən yığmışam. Ay, ben güzelliğine bakalım. O kadar güzel bir növdü ki o. Burada bir neçə dənədir. Burada yığırıq iç. Bilmirəm nə sortu deyirlər bunu. Adi yemişlər kimi deyil. İçi kök rəngdədir. Çox qəribə bir rəngi var, aranjı. Güzel bir növdür. Böyle. Bu kadar. Belki bağçamdan bu kadar göstərdim sizlərə. İnşallah içəridəki bağçadan da çəkərəm. Sağ olun, salamat qalın. Güllü çiçəkli olun. Sağlam qalın.